Salamlar, vaxtınız xeyir olsun əziz tamaşaçılar. Can və Mərakeş artıq komandalar meydandadılar. Futbolçular oyuna başlamağa hazırlar. Qeydim ki, milli komandamız artıq qrupdakı sonuncu görüşünü keçirir. Bundan əvvəlki iki qarşılaşmada millimiz əvvəlcə Kamerun seçməsində qolsuz keçəcəyə razılaşdı və ikinci maçda Səudiyyə Ərəbistanı komandasını 2-0 hesabı ilə məğlubiyyətə uğratdı. Bugün isə qrupun sonuncu maçıdır və komandamız məhz Mərakeş seçməsi ilə qarşılaşır. Mərakeş komandası bunun əvvəlki görüşlərdə Kamerun millisi ilə 1-1'lik heç-heçi oynayıb və Səudiyyə Ərəbistanı komandasına 1-0 hesabı ilə qalib gəlib. Hazırki vəziyyətdə milli komandamız turnir cədvəlində topladığı 4 xalla qolların sayına, qolların belə desək, nəticəsinə görə ilk sırada gələnlaşıb və qolların nisbəti komandamızda daha yaxşıdır. Mərakeş seçməsi 4 xalla ikinci pirədə gələnlaşıb qolların nisbətinə görə və hazırda 2 xalla Kamerun seçməsi qrupda 3-cü pirədə gələnlaşıb. Paralel keçirilən Səudiyyə Ərəbistanı Kamerun maçında təbii ki, bizim üçün çox əhəmiyyətlidir və komandamız bu görüşdə əgər heç-heçə nəticəni qazanarsa, onda artıq demək olar ki, növbəti mərhələyə yüksələ bilər. Ancaq qolların nəticəsi də çox önəmlidir və Səudiyyə Ərəbistanı və Kamerun maçında Kamerun seçməsinin nəticəsi də həqiqətində qrup cədvəlindəki nəticələrə ciddi təsir göstərə bilər. Mərakeş futbolçuları hazırda hücum qurmağa çalışırlar. Heyətlərlə tanış olaq. Əvvəlcə Azərbaycan komandasının heyəti nominal qonaq qismində çıxış edən Azərbaycan komandası heyət bu cürdür. Qapıda 1 Şahrudin Məhəmmədəliyev, 5 Sadiq Quliyev, 6 Rəşad Sadiqov, 7 Coşqun Diniyev, 8 Elşən Abdullayev, 9 Ağabalar Ramazanov, 11 Mahir Mədətov. Bu arada milli komandamızın təhlükəli bir hücum alınmışdı. 15 komandanın kapitani Ruslan Abuşov, 19 Məqsəd İsayev, 20 Azər Salahlı, 21 Vüqar Mustafayev komandamızı bir və əvvəl təhlükəli hücumunu izlədik. Yaşar Vavzada çalışdır milli komandamızın baş məşqçisidir o və Mərakeş seçməsinin heyəti ilə də tanış olaq. Mərakeş komandasının heyət bu cürdür. Qapıcı 1 Yasin Əl-Husli, 2 Fət Mufi, 4 Əşrəf Dari, 5 Zakariya Əl-Ayud, Cəmal Səlami hazırda ekranımıza gəlir. Mərakeş seçməsinin baş məşqçisi 7 Muhammed Kemal, 6 Valid Sabbar, 9 kapitan Ayman Əl-Husuni, 13 Yasin Mahyu, 16 Yahya Attiyat Əllal, 17 Çoayib Əl-Maftul və 20 Zuhayr Əl-Mutaraci. Cəmal Səlami çalışdırır Mərakeş seçməsini. Qrupdakı cədvəl barədə də kifayət qədər məlumat verdim və artıq hazırda biz Yaşar Vahabzadəni görürük. Bir qarşılaşmaya çıxır. Bu görüşdə rəqibə uduzmamaq ən önəmli nəticə sayılmalıdır və hazırda çox təhlükəli bir əks hücum izləyirik. Əl-Mutaraci qapı qarşısındadır. Topa çox rahat şəkildə sahib olmuşdu Əl-Mutaraci, ancaq komandamız indi topu ələ keçirir və Coşqun Diniyev topu mərkəzə ötürür. Vüqar Mustafayev, Elşən Abdullayev ona qarşı qayda pozulmayıb. Əl-Aymani, Mərakeş komandasının 9 nömrəli futbolçusu, kapitan topu saxlayır. Zərbə də endirir, ona bu zərbəyə imkan vermək olmazdı. Top qapının üstündən keçir. Ayman Əl-Hasuni, 9 nömrəli futbolçu, komandanın kapitanı. Mərakeş seçməsi bundan əvvəlki İslam Əmrəliyi oyunlarında qazandığı uğurlu nəticələrlə yadda qalıb və ona görə də bu yarışda da komandanın əsas məqsədi təbii ki, yenə də çempionluğu oynamaqdır və buna görə də komandamızı heç də asan bir mat gözləmir. Ancaq futbolçularımıza inam böyükdür, onların bugünkü qarşılaşmada nəticə qazanacağına İnam təbii ki, çox böyükdür və inanırıq ki, komandamız lazım olan nəticəni qazanacaq bu qarşılaşmada növbəti mərhələyə, play-off'a yüksəlmək üçün. Yan xəttdən Əllal Əl-Əhdiyyə topu oyuna daxil edir. Mərakeş seçməsinin sol cinah müdafiəçisi Abuşov rəqib kapitanın irəliləməsinə imkan vermədi kapitanımız. Elşən Abdullayev Səudiyyə Ərəbistanı komandası ilə maçda hesab açan futbolçumuz topladı. Abdullayev bir qədər topu özündə çox saxlayır və nəticədə rəqib oyuncu top meydandan çıxardı. 13 nömrəli oyuncu Mahyu topu yan xəttdən çıxarır.
Məqsəd İsayev. Milli komandamızın sağ cinah müdafiəçisi topu oyuna daxil edir. Və qayda pozulur. Bu epizodda futbolçumuza qarşı, Mahir Mədətova qarşı qayda pozulmuşdu. İzləyirik təkrarı. Rəqib komandanın 16 nömrəli futbolçusu, sol cinah müdafiəçisi Əlal Ahtiyar qaydanı pozdu. Cərimə zərbəsini futbolçularımız yerinə yetirəcəklər. Qarşılaşmada 6-cı dəqiqə davam edir. Qapçı 26 yaşlı Əl-Hüseyni qapısında diqqətlidir bir qədər əvvəl çıxışda da inamlı oynamışdı görüşün əvvəlində. Cərimə zərbəsi yerinə yetiriləcək. Ağabala Ramazanov topu oyuna daxil etməyə hazırlaşır. Milli komandamızın əsas üzvlərindən biri. Bu arada görüşün baş hakimi Georgi Kuraşvili cərimə meydançasında futbolçuları sakitləşdirir. Ruslan Abışov komandamızın kapitanı təbii ki baş hakimi etiraz edir çünki rəqib futbolçu ona mövqe seçməyə belə mane olur. Nəinki mübarizə aparmağa, mövqe seçməyə belə mane olur. İşarə verilir. Ağabala Ramazanov ötürmə çərmə meydançasında zərbə endirmək olar ancaq top geri qayıdır. Sadiqovun qüvvətli zərbəsi qeyri dəqiq alındı. Təcrübəli futbolçumuz Rəşad Sadiqov topu qapının üstündən vurur. Qapıdan zərbə ilə Yasin Əl-Husli topu oyuna daxil etdi və sarı vərəqə İlkan Abdullayevə qarşı kobudluğa görə görüşün baş hakimi Gürcüstanlı referi Georgi Kuraşvili cəzalandırır rəqib futbolçu Yasin Mahyunu. Mərakeş seçməsinin dayaq yarım müdafiəçisi artıq sarı vərəqə ilə cəzalanıb. Bu isə o deməkdir ki, hər an o ikinci sarı vərəqəni də ala bilər. Yəni oynadığı mövqeyə əsasən bunu söylemiyorlar. Çünki dayaq yarım müdafiəçisidir və tez-tez ən azı kiçik follarla da olsa rəqib hücumlarının qarşısını kəsməlidir. Belə vəziyyətlərdə hətta o ikinci sarı vərəqə ilə də cəzalana bilər. Cərimə zərbəsi yerinə yetirilir. Sadiqov, Mədətov top sol cinaha ötürülür. Komandamızın kapitanı Ruslan Abışov topladı.